2 və 9 saylı məktəblərin tam yaxınlığında. Apartman tipli binada 3 otaq qanuni mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilin qonaq otağından. Mənzil çox gözəl, səliqəli, təmirlidir. Əşyasız şəkildə satılır. Müəyyən bəzi əşyalar qala bilər. O da danışıqdan asılı olaraq. Xırdalan şəhərinin mərkəzində, Köhnə bazarın tam yaxınlığında. Bina tam yaşayışlıdır. Bütün kommunallar fasiləsiz olaraq verilir. 4 mərtəbədən ibarətdir. Qeyd etdiyim kimi. Yerləşmə yeri idealdır. Tam mərkəz. Qonaq otağını gördünüz. İndi isə davam edirik. Gördüyümüz kondisionerdə mənzildə qalacaq. Davam edirik mənzilin digər hissələri ilə. 3 otaq qanuni şəkildə mənzildir. Təqdimata davam edirik mənzilin əsas giriş qapısından. Burada giriş qapısıdır. Girişdən daxil olarkən sağda sanuzellərdir. Ayrı-ayrılıqda. Mənzilin istilik sistemi kombi sistemidir. Kombi radiatorlar hər biri quraşdırılıb. Metlaq olan hissələri isti döşəmədir. Tam yaşayışlı bir binada yerləşir. Qanuni 3 otaqdır. Qarderoblu şkafdır solda. Qonaq otağını sizlərə təqdim etdim. Davam edirik bu hissədən. Burada yerləşir mətbəximiz. Normal ölçüdə mətbəxi var. Qeyd etdiyim kimi bəzi əşyalar qalacaq. O real müştəri ilə danışılacaq. Daha bir otağımız burada var. Yataq otağı. Gördüyümüz şəkildə. Bina 4 mərtəbədən ibarətdir. Mənzil yerləşir 4-cü mərtəbədə. Üzərində mansard tipli yaşayış üçün otaq da yaratmaq mümkündür. Bu da sonuncu böyük yataq otağımızdır. Görürsünüz belə bir şəkildə. Xırdalan şəhərinin mərkəzi 2 və 9 saylı məktəblərin yaxınlığı, yəni tam mərkəz. Köhnə bazara, təzə bazara yaxın ərazidə bütün infrastruktur tam yaxınlıqda yerləşir. Dəyərli izləyicilər, 73 kvadrat metrdən ibarətdir. Qanuni 3 otaqdır. Yəni bugünkü gündə belə bir kvadratla qanuni 3 otaq bazarda çox təsadüf hallarda satışa çıxır. Qiymət də bütün hər bir şey nəzərə alınmaqla təyin olunub. Yəni 4-cü mərtəbə olduğu üçün, yəni bir mərtəbə aşağı olsa təbii ki, avtomatik qiymətdə böyük bir fərq olur. Özünüz də yaxşı bilirsiniz. Binadır, yaxşı, normal bir ərazidə yerləşir. Yeni tikili binadır, 4 mərtəbədən ibarətdir. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.